Salam hər kəsə, dəyərli izləyənlər. Bu videoda Facebook qruplarının birində paylaşılmış maraqlı bir həndəsə məsələsinin izahını verəcəm. Müəllifin təklif elədiyi məsələ, yəni orijinal variantı sol tərəfdədir. Sadəcə olaraq orada müəyyən şeylər düşünürəm ki, artıq olduğuna görə, yəni məsələnin şərtinə görə bunu deyirəm. Mən daha sadə formada sağ tərəfdə təsvir eləmişəm. Demək, məsələ nədən ibarətdir? Bizə bir ABC iti bucaqlı üçbucağı verilib və H nöqtəsi orta mərkəzdir bu üçbucaqda. M nöqtəsi də BC tərəfinin orta nöqtəsidir. Daha sonra MH düz xətti bu çevrəni P nöqtəsində kəsib, bu şəkildəki kimi, sağ tərəfdəki şəkildəki kimi. Və tələb olunur ki, göstərin ki, BM-in kvadratı bərabərdir MH vurulsun MP. Əslində belə bir demək, münasibəti görən kimi ağlımıza çevrədə toxunan kəsə münasibətləri gəlir və bu şərti biz başqa cürdə verə bilərdik. Məsəl üçün, göstərin ki, BHP üçbucağı bunun xaricinə çəkilmiş çevrə, BHP-nin xaricinə çəkilmiş çevrə BC tərəfinə toxunur. Əslində müəllif özü də burada qeyd edib və burada yazıbdır sol tərəfdə PBH çevrəsi, yəni üçbucağın çevrəsi BC-yə toxunur və yaxud da göstərin ki, MH vur MP bərabərdir MP kvadrat. Bunlar eyni güclü anlayışlardır. Deməli, mənim yanaşmam nə cürdür bu məsələyə? Birinci növbədə məşhur bir faktı paylaşmaq istəyirəm sizlə. O da nədir? Birinci növbədə göstərək ki, AP düz xətti, bunu birləşdirirəm. Bu AP düz xətti MP-yə perpendikulyardır, bunu göstərək. Əslində məşhur bir məsələdir bu, bunun özü də ayrıca bir məsələdir. Bunu amma göstərək. Göstərək ki, deməli AP perpendikulyardır MP-yə. Bunu başqa cür belə də demək olar. Bunun 90 dərəcə olduğunu göstərmək istəyirik. Əgər biz A nöqtəsindən bu çevrənin diametrini çəksək, A ştirik olsun. Əgər göstərsək ki, H, M və A ştirik nöqtələri bir düz xətt üzərində yerləşir. O halda A ştirik diametri olduğuna görə AP A ştirik də 90 dərəcə olacaq. Yəni əslində bu o deməkdir ki, biz həm də göstərmiş oluruq ki, H, M, A ştirik nöqtələri bir düz xətt üzərindədir. Bir düz xətt üzərindədir. Yəni birincini göstərsək, ikincini də göstərmiş oluruq. Və yaxud da ikincini göstərsək, birinci avtomatik oradan alınan bir nəticədir. Bunun üçün çox önəmli bir faktı paylaşım. Bu izoqonal qoşma ilə bağlı. Deməli, bir üçbucaqda bir təpədən çəkilən hündürlüklə həmin təpədən çəkilən demək, çevrənin mərkəzi deyək ki, O nöqtəsi olsun. Həmin təpədən çevrənin mərkəzini birləşdirsək, o halda bu iki düz xətt, bu düz xəttlər izoqonal qoşma olacaqdır. Yəni bu tərəflərlə eyni bucaq əmələ gətirəcəklər və yaxud da izoqonal qoşmanın tərifinə görə bu düz xəttlər demək bu təpədəki tənbölənə görə simmetrik düz xəttlərdir, belə də deyə bilərik. Bunu düşünürəm ki, hər kəs göstərə bilər. Çox da sadə formada bunu göstərmək olar. Yəni ki, bu A təpəsindən çəkilən hündürlüklə bu A ştirik, bunlar izoqonal qoşmadılar. O halda bu bucaqlar bərabərdir. Yəni, bu bucaq alfadırsa, o halda bu bucaqda alfa olacaq. Daha sonra B ilə A ştirixi birləşdirirəm. Aydın məsələdir ki, eyni qövsə söykənən daxili bucaqlar bərabər olduğuna görə bu bucaq da alfadır. Daha sonra aydın məsələdir ki, bu üç bucaqla bu üç bucaq
oxşar üçbucaqlardır. Çünki iki bucağı eynidir, üçüncülər məcbur eynidir. O halda HCB bucağı da alfa olacaq. Yəni burada alfadır. Demək aldıq ki, burada aldıq ki, sən demə aldıq ki, AB paraleldir SH-a. Çünki bu iki bucaq eyni oldu. O halda bu düz xətlər paralel düz xətlərdir. Digər tərəfdən A ştrixlə də C-ni birləşdirsək, bunu da birləşdirsək, aydın məsələdir ki, A ştrix diametr olduğuna görə bu bucaq 90 dərəcədir. Bu 90 dərəcədir. 90 dərəcə olduğuna görə BH-la da A ştrix C paraleldir. Çünki bu da hündürlük olduğuna görə perpendikulyardır AC-yə. A ştrix C də AC-yə perpendikulyardır. Eyni düz xəttə perpendikulyar olan düz xəttlər paraleldir. Yəni aldıq ki, BH düz xətti paraleldir A ştrix C. Bu ikisindən alınır ki, sən demə A ştrix B HC paralelogram. Demək ki, bu dördbucaqlı paralelogramdır. Digər tərəfdən M nöqtəsi BC-nin ortası olduğuna görə, o halda biz əgər HM-i uzatsaq, bu mütləq A ştrixdən keçməlidir. Çünki bu diaqonaldır. Bilirik ki, diaqonallar kəsişmə nöqtəsində yarı bölünür paralelogramın diaqonalları. Düşünürəm ki, bu aydındır. Demək, ispat elədik ki, HM bir düz xətt üzərində yerləşir və yaxud da dolayısıyla ispat elədik ki, AP perpendikulyardır MP-yə. Yəni bu bucağın 90 dərəcə olduğunu göstərdik. İndi diqqətlə baxsaq, burada nəyi görmək olar? Bu hündürlüklərin ayaqlarını mən adlandırım. Yaxşı olar ki, bu olsun A1, bu olsun məsəl üçün B1, bu olsun məsəl üçün C1. Aydın məsələdir ki, A, C1, H, B1 bir çevrə üzərində yerləşir. Çünki qarşı bucaqlar 90, 90, 180 dərəcədir. Digər tərəfdən APH da 90 dərəcə olduğuna görə APC1, HB1 nöqtələri bir düz xətt üzərindədir. A, P, C1, H, B1 bir çevrə üzərindədir. Bunlar bir çevrə üzərində yerləşir. Çevrəni indi mən çəkməyə çalışım ki, burada biz əyani olaraq da bunu görə bilək. Bir balaca bura düzəliş eləyim. Düşünürəm ki, aydındır. Demək, bu nöqtələr bir çevrə üzərində yerləşir. İndi diqqətlə baxsaq, biz əslində göstərmək istəyirdik ki, BM kvadratı bərabərdir MH vuraq MP-yə. Sonuncu gediş bu olacaq. Bu da çox məşhur bir faktdır əslində. İndi göstərək ki, deməli, burada yazım. Göstərək ki, MC1 və MB1. Burada əslində fərqi yoxdur. MC1 mötərizədə yazsam da olar. MC1 mötərizədə MB1. Çünki deyəcəm indi, bu MC1 ilə MB1 bərabərdirlər əslində. MC1 bu çevrəyə toxunandır. Çevrəyə toxunandır. Niyə toxunandır? Çünki əslində
birinci növbədə göstərim ki, MC1 ilə MB1 bərabərdir. Çünki MC1 bu düzbucaqlı üçbucaq BC1-CD mediandır. Median hipotenuzun yarısıdır. Digər tərəfdən BB1C üçbucağında da demək MB1 median olduğuna görə, yəni hər ikisi hipotenuzları eyni ortaq olan düzbucaqlı üçbucağın hipotenuzdan çəkilən medianlarıdır. O halda bunlar bərabərdir, aydındır. Bunlar bərabərdir. Yəni MC1 bərabərdir MB1-ə. Düşünürəm ki, bu fakt aydındır. İndi göstərək ki, MC1 bu çevrəyə toxunandır. Bunu göstərmək üçün sadəcə olaraq biz göstərməliyik ki, ümumiyyətlə bir düz xəttin çevrəyə toxunan olduğunu nə cür göstərmək olar? Bir çox üsulla göstərmək olar. Sadəcə olaraq burada bir dənə tez bazar bir üsul göstərim. Məsəl üçün bu bizim çevrədir. Bu da toxunandır. Əgər göstərsək ki, bu bucaq və bu bucaq bərabərdir, yəni bu alfadır, bu alfadır, onda bu düz xətt bu çevrəyə toxunandır. Yəni bucaqların eyinliyini göstərmək lazımdır. Əslində burada diqqətlə baxsaq, bu düzbucaqlı üçbucaq B, B1C olsun, məsəl üçün. Burada əgər biz bu bucağa fi bucağı desək, məsələn bu fi bucağıdırsa, o halda bu bucaq da fi bucağıdır. Çünki bu üçbucaq bərabər yanlı üçbucaqdır. Median hipotenuzun yarısı olduğuna görə BB1M bərabər yanlı üçbucaqdır. Demək bu bucaq fidir, bu da fidir. Digər tərəfdən bu bucaq fidir. Bunlar qarşılıqlı bucaqlar və bu bucaq 90 dərəcə, burada 90 dərəcə olduğuna görə bu bucaq da fi bucağıdır. Sadəcə olaraq oxşar üçbucaqlardır. Və salam. Demək ki, burada MB1H bucağı da fidir, B1AH bucağı da fidir. Bizim bayaq göstərdiyimiz fakt ödəndi. Demək ki, MB1 bu çevrəyə toxunandır və analoji olaraq da MC1 bu çevrəyə toxunandır. Demək ki, MC1 və MB1 bu çevrəyə toxunandır. O halda bu çevrədə toxunan kəsən münasibətinə görə biz burada yaza bilərik. Toxunan kəsən münasibətinə görə yaza bilərik ki, MC1 kvadratı bərabərdir MH. Baxın, bu toxunandır MC1. Bu da kəsəndir MP. H nöqtəsində və P-də kəsir çevrəni. O halda MC1 kvadrat bərabərdir MH vurulsun MP. Digər tərəfdən aydın məsələdir ki, MC1 aydındır ki, MC1 dediyimiz əslində elə hipotenuzun yarısıdır, yəni BM bərabərdir. O halda alırıq ki, MB kvadrat və BM kvadrat bərabərdir MC1 kvadrat. O da bərabərdir MH vurulsun MP. Və bu da bizdən tələb olunan məsələnin həlli. Sağ olun, növbəti videolarda görüşərik.